Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Peşəkar mübahisə ilə qarşınızdayıq. Yaxın bir saat ərzində regionla bağlı məsələlərlə müzakirəmizə başlayacaq. Ardınca təbii ki, qlobal səviyyədə xüsusilə də Rusiya-Ukrayna cəbhəsində baş verənlərə də toxunacaq. Çünki sabah üçün gözlənilən bir İstanbul görüşü var. Bu ümumiyyətcə baş tutacaqmı? Hansı səviyyədə ilərləyəcək? Regional xəbərlərimiz də önəmlidir. Çünki Putinlə Paşinyan telefonla danışıb. Digər bir tərəfdən Duginin elə bir açıqlaması var ki, Azərbaycanı da maraqlandıracaq. Bunu da bir növ biz önəmsəyib də qardımızı almalıyıqmı? Çox önəmli məqamlarımız var. İstəyirəm qonaqlarımızı ilkin olaraq sizə təqdim edim. Həm söhbətimiz siyasi şərhçi Abtalov Səmədov və Milli Dirçəliş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevdir. Salamlayıram hər birinizi. Xoş gəlmisiniz. Təşəkkür edirəm. Az öncə qeyd etdim, istəyirəm başlayaq müzakirəmizə ilə Paşinyanla Putinin telefon danışığından. Çünki bir müddət bundan öncə də Rusiyadan nümayəndələrini də göndərdi, xüsusilə də Sergey Lavrovun timsalında İrəvana səfəri və deyilənə görə orada çox məqamlar var idi. Xüsusilə də konsulluğun açılması ilə bağlı məqam və bunu razılaşdıra bilmədiklərinə görə, yəni Rusiya istədiyini əldə edə bilmədi. Mümkündürmü ki, elə bugünkü, hansı ki Putin və Paşinyan telefon danışığının əsas məqsəd eləməz bununla bağlı olsun? Başlayaq sizdən. Mən hesab eləmirəm ki, konsulluq məsələsinə prezident özü müdaxilə edir. Bilirsiniz ki, bizə də müraciət eləmişlər, Xankəndində konsulluq açmaq istəyib və biz hələ ki razılıq verməmişik. Və əgər telefon zənginlə prezident bu məsələləri həll eləmək istəsəydi, yəqin ki, eyni şeyi Azərbaycana qarşı deyilərdi. Mən güman eləmirəm ki, konsulluq məsələsi birinci nömrəli məsələdir. Məlumdur ki, dünya dəyişdi. Bidenin hakimiyyətinin sonunda strateji tərəfdaşlıq haqqında bir sazişlə imzaladılar Ermənistanla. Və Trump gələn kimi gördülər ki, bunun heç bir dəyəri yoxdur, əksinə ziyanı var. Vaşinqtonda çox hörmətsiz qarşılandı. Və artıq anti-Rus bəyanatları yoxdur. Uzun müddətdir, 2025-ci il başlayandan mən eşitmədim ki, Rusiya əleyhinə Paşinyan bir bəyanat versin. Baxmayaraq ki, əvvəllər az qala hər gün yaxud həftədə bir dəfə bəyanat verirdi. Yəni, vəziyyət dəyişib və dərk edir ki, qərbə güvənməyin vaxtı keçib. Rusiya tərəf qayıtmaq da yol bağlı. Nə cür qayıtsın? Bu qədər yol gediblər. Üstəlik, Avropa İttifaqına qəbulla bağlı qanunu da qəbul elədilər. Bu prosesi də davam elətdirmək istəyir. Bax, belə bir çıxılmaz vəziyyətdə qalıb Paşinyan. Amma aktivliyini qoruyurdu bir növ Rusiya ilə son vaxtlar. Nümayəndəsini göndərməyi, görüşlərini təyin etmək Paradda iştirak məsələsi. Bəli, yəni görürük ki, hələ də Rusiya cəbhəsini çox seçə bilmir. Neynəsin, neynəmək olar? Bir tərəfdən Avropa İttifaqından, deməli, Avropa İttifaqına qəbulla bağlı prosesi başlayıb ki, bu Rusiyada çox ciddi narazılıqla qarşılanıb. Digər tərəfdən Rusiya yaxınlaşmağa cəhd göstərir. Nə cür qayıtsın? Mümkündürmü belə bir şey? Putin də bildi ki, məqamdan istifadə edir. Elə Lavrovun səfəri də yaqın bununla bağlı idi. Qayıt geri deməklə bağlı idi. Müəyyən təhlükələri başa salmaqla əlaqədar idi. Üstəlik, 2025-ci il çox güman ki, Ukrayna müharibəsini yekunlaşdırmaq mümkün olacaq və Ermənistan düşünməlidir. Ondan sonra Rusiya Ermənistanla ciddi şəkildə məşğul olacaq. Bəs Fərəc bəy, siz də həmfikirsinizmi Abtalov bəylə ki, burada konsulluq məsələsi deyil, tam başqa bir məqamdır? Çünki nəzər alsaq, konsulluq da önəmlidir əslində. Mən hesab edirəm ki, bu ciddi bir amildir. Yəni, konsulluq məsələsinin arxasında başqa bir şeylər dayanır. Əvvəla onu deyək ki, Köçəryan Moskvadan getdi, təlimat aldı, qayıtdı. Qayıdandan sonra Ermənistanda bəzi məsələlər baş verməyə başladı. Xüsusən kilsə fəallaşdı. Və göründüyü qədər Rusiyanın təlimatına, Rusiya bağlı olan qüvvələr Köçəryanın himayəsinə, kurasiyasına verilibdir və onlar Köçəryanın dediklərini eləməlidirlər. İkinci bir tərəfdən, Rusiya tərəfdən bir fikir səslənmişdi ki, Rusiya Ermənistanda ikinci bir baza yaratmaq istəyir. Hərbi baza yaratmaq istəyir. Bu hərbi bazanı Zəngəzurda yaratmaq istəyir. Və əgər belə deyir ki, Zəngəzurda baza yaradandan sonra və Zəngəzur dəhlizinin açılmasında da biz iştirak edəndən sonra, yəni Rusiya iştirak edəndən sonra ki, onlar o dəmir yolunu özlərinin infrastrukturuna aid bir hissə hesab edirlər və Ermənistanın da vəsaiti yoxdur o təmir eləsinlər qayda əsasında. Rusiya bunu təmir edəcəksə, xeyli bunların mühəndisləri, işçiləri falanları bura gələcək deyən izahım belə verirlər. Bizim qafanda konsulluq açmağımız məqbuldur. Yəni, əslində, bu konsulluq ifadəsinin arxasında iki şey dayanır. Zəngəzur dəhlizində 20-ci il bəyanatına aid olan 9-cu bəndin icrasından biz geri çəkilməmişik. 2.
biz nəinki cümrüdən qüvvələrimizi çıxaracağıq, əksinə ikinci qüvvələrimizi burada yerləşdirməkdə maraqlıyıq. Məncə bu iki amil də çox ciddi amil olduğu üçün telefon danışığında indi bunlar izah eləmirlər, daha doğrusu bəyan Əlbəttə eləmirlər. açıqlamırlar. Amma məncə bu məsələlər mütləq şəkildə müzakirə olunur. Amma bir bəhanələri də var idi, xatırlayırsınızsa, bir açıqlama da gəldi erməni mediasından ki, 2023-cü ildən artıq bu təklif olunub, Rusiya tərəfdən konsulluğun açılması qapandı, ancaq 2 ildir bu məsələ uzadılır, yubadılır. Deyilənə görə ərazi tapılmır. Yəni həmin binanın nümayəndə heyətinin gəlib yerləşməsi, həmin binanın tikilməsi üçün uyğun bir məkan olmadığı üçün Rusiya ilə konsulluq məsələsi hələ ki bir arxa planda qalır, deyilir deyilməyinə. Ancaq maraqlıdır ki, artıq bugün iyunun 1-idir və sabah üçün iyunun 2-sində Fransa nümayəndə heyəti Ermənistana gələcək və hansı ki konsulluğun açılması da gündəmdə olacaq deyil. Bəs necə? Fransaya yer tapılır da Rusiyaya mı tapılmır? Təbii Fransanın, İranın, Ermənistanın həyatında, erməni əhalisinin həyatında rolu başqadır. Və bütün rəy sorğuları göstərir ki, ermənilərin ən çox güvəndiyi İrandır, sonra Fransa gəlir. Əvvəllər Rusiya birinci gəlirdi, indi artıq Rusiya arxa plana keçib. Ancaq güman edirəm ki, Rusiyada icazə veriləcək kafanda konsulluq açmağa. Konsulluq 9-10 nəfər işçi ilə gəlib orada elə bir real onsuz da iş görmə imkanları da yoxdur. Nə edə bilərlər? O boyda hərbi bazası var. Sərhəd Rusiyanın nəzarətində indi konsulluğu problemə mi çevirəsizlər? Üstəlik dünya da dəyişdi. Bu reallıqları Paşinyan dərk edir. Çox güman ki, Fransanın konsulluğu açılandan sonra yəqin ki, Rusiyada icazə verərlər ki, onlar da konsulluq. Amma bəs az öncə Fərəc bəy də qeyd elədi ki, orada ola bilsin ki, başqa hərbi bazanın açılması məsələsi var. Yəni burada məsələ necədir? Bunu Fransa üçün də əslində deyiblər ki, Fransa konsulluğu sadəcə mülki şəxslərin gəlib orada yerləşməsi deyil də, hərbi kontingentin yerləşməsidir. Yəni bir növ kəşfiyyat xarakterli olacaq bu konsulluq. Elə Ermənistan da ondan qorxduğu üçün icazə verməmiş ola bilər. Daha doğrusu icazə vermək deyil də, yubatmış ola bilərmi Rusiyanı? Ondan qorxmaz. Daha Bəli. çox Qərbin xoşuna gəlməməkdən ehtiyat edir, ancaq artıq Qərbə münasibət də dəyişib. Və Qərbə güvən də azalıb. Paşinyan reallıqları dərk edir, başa düşür ki, indiki şəraitdə Rusiya ilə müəyyən qədər dil tapmağın yolunu axtarmalıdır. Tam o tərəfə yaxınlaşmasa da, hər halda bir yol axtarmalıdır ki, Rusiya ilə münasibətlər biraz yaxşılaşsın. Çünki Ukrayna müharibəsi bitmək üzrədir. Çox uzada bilməyəcək çox güman ki, Putin bu məsələni. Hər halda 2025-ci ildən ola bilsin ki, o tərəfə keçməsin. Və ondan sonra Ermənistan, ancaq baza ilə bağlı Fərəc bəy də dedi. Ermənistan rəsmiləri dəfələrdən deyiblər ki, 102-ci bazadan bizə bir xeyri yoxdur. İndi əlavə ikincinin açmasına imkan verərlərmi? Çox güman ki, verməzlər Fərəc bəy. Çox güman ki, razı olmalı. Hər halda Ermənistanın heç o birini siz demişsiniz, saxlamağı da qəbul eləmirlər onlar. Amma görünür bu məsələlərdə Ermənistanın istəyinə çox şey bağlı deyil. İndi siz deyirsiniz ki, ərazi tapılmadı, yer Bəli, tapılmadı. elə bəhanə uydurmuşlar özləri tərəfindən. Bəli, bəli. Təbii ki. Yəni konsulluq üçün nə qədər böyük sahə. İran orada bir bərbad bir yerdə gəlib konsulluq açıbdır. Rusiyanın konsulluğu hazırda Gümrüdədir. Hərbi hissədə var və Gümrüdədir. Rusiyanın ümumiyyətlə bir yerə getməsi bazarlarla, iqtisadi siyasətinlə, reformalarla, əməkdaşlıqla, qazan-qazan prinsiplə deyil, sapoqlarla. Ayağını hara qoyursa, işğal edir, istila edir və orada istəyir ki, mənafeyini qursun. Necə ki, Gümrüdə hərbi hissəsi vardır və konsulluğu vardır. Eyni şeydə Zəngəzurda eləmək istəyir. Yəni orada konsulluğu qursun, ayağını qoysun. Orada fərq yoxdur. İndi 15 adam olsun, 20 adam olsun, fərq yoxdur. Konsulluq həmin dövlətin ərazisi sayılır. Onu qorumaq üçün istənilən qədər qüvvəni orada yerləşdirirlər. Məsəl üçün, Ermənistanda Amerikanın səfirliyi var, 2000-dən çox əməkdaşı var orada. Və əlavədə mühafizə qüvvələri vardır. Yəni, bu günləri Zəngəzur strateji yerə çevrilib. İran da artıq sifətini açmağa başladı, maskası bir daha düşdü, yeni maskası da düşdü. Xarici İşlər Nazirinin müavini bir bəyanat verdi ki, biz gərək Zəngəzur məsələsində tam olaraqdan tərəfləri məqbul bir fikirlərini bilək, aydın fikirlərini bilək və biz də münasibət bildirək. Əgər bu Zəngəzur dəhlizi Ermənistanın suverenliyini kiçildəcəkdirsə, bölgədə yeni geostrateji, geoiqtisadi şəraitlər yaranmağa başlayacaqlar. Başqası gələcək. Biz bu məsələdə mane olacaq, yəni hə deməyəcəyik. Açıq şəkildə etiraz etməyə başladı. Yəni artıq Ermənistanın ki, pres diktatorlardır. Burada Ermənistanın nə istəməndən çox asılıdır. Ermənistan məncə vaxt qazanmaq istəyir. Deyək ki, əvvəlki kimi Avropa İttifaqına inteqrasiya məsələsində o sürəti göstərə bilmir.
bəlkə də belə ifadə eləmək üçün taymark götürmək fikrindədir və bu arada, bu zamanda zərbə yeməsin. Çünki Rusiya-Ukrayna məsələsində Rusiyanın bir maraqlı yanaşması var. Birinci budur ki, Ukraynada çox güclü görsənmək ki, Tramp, ABŞ başqalarını təhrik eləmək ki, mənim xeyrim, mənim şərtlərimlə bu danışıqlar getməlidir. Biz ona toxunacaq söhbətin gedişatında. İkinci, postsovet məkanlarına da yeni münaqişələri ya alovlandırmaq, ya orada görünməklə bir inam yaratmaq istəyir. Həm postsovet məkanında, həm daxildə, öz daxilində, həm də Avropada ki, biz Ukraynanı bir mənalı udmuşuq, artıq bizim marağımız postsovet məkanında işlərlə məşğul olmaqdan ibarətdir ki, biz artıq Zəngəzurla başqa ilə məşğul oluruq. Zəngəzur dəhlizi məsələsini Rusiya mübadırdır. Uzun müddət mübadırdır. Məqsədləri ondan ibarətdir ki, Paşinyan hakimiyyətini dəyişsinlər və dəyişəndən sonra dəhliz açılsın. Bu məsələ baş tutmadı. Yəni müəyyən qədər cəhd elədilər, alınmadı. İndi isə Paşinyan süründürür məsələni. Arxa qapıda Azərbaycana danışır. Çox normalda danışıqlar gedir. Hər dəfə Lavrov ya başqaları artıq özlərini bu danışıqlara soxmaq istəyirlər, sözün belə kobud mənasında. Çünki iki dövlət danışırsa və hər kəs kənarda olan beynəlxalq strukturlar, dövlətlər bunu təqdir edirlər və iki dövlətin anlaşmasını anlayışla qarşılayırlar. Yalnız Rusiya mənim moderatorluğum olsun demək istəyir və iki dəfə də ifadə işlədiblər ki, bizim danışıqların, bizim apardığımız söhbətlərin məhsulu olaraq bu yerə gəlib çıxdı bu söhbətlər. Bu da doğru deyil. Hansı bunlar tövfəni verir, mən bilmirəm. Amma siz düşünürsünüzmü ki, ümumiyyətlə Rusiya Zəngəzur dəhlizini istəməmiş olsun? Sülh müqaviləsinə də özlərinin əlavələri ilə getmək məsələsini qoymaq istəyirlər. Rusiya indiki anda, məsələn, Paşinyan vaxtında ki, açılması ona görə istəmirdi ki, fikirləşirdi ki, Paşinyan vaxtında açılarsa, açılımlar da Azərbaycan və Türkiyənin olsa, sosial, iqtisadi məsələlərlə bağlı Ermənistan təzyiq imkanları bitəcəkdir. Heç nə edə bilməz. Bundan sonra artıq əhali ki, yaxşı firavan yaşayacaqdır, əhalini qaldıra bilməyəcək. Görürsünüz, onlar kim oynayırlar? Mütəmadi xalqa deyirlər. Biz sizi həm Qarabağı verirdik, əlavə də 2 rayon Azərbaycan rayonu verdik. Elə bir Moskvan küçələrini verdilər, özlərinkidir. Siz Paşinyan gəldi, belə bir bəyanat verdi, işləri çorladı, sonra da əlavə edirlər. Biz iqtisadi məsələlər falan məsələlərdə Ermənistanın yanında, əhalinin yanında hakimiyyətin yox. Və buradan da indi bugün deyəsən başlamalıdır keşiş, yenidən bir ayın birində fəaliyyətə başlamalıdırlar, mitinglərə falanlara start verməlidirlər. Çünki Paşinyan da onlar çox çılpaq şəkildə tənqid eləmişdi. Təhqir elədi əslində. Və digərlər müxalifətdə olanları, Sarkisyan da başqalarının hamısı cinayət açıqdır deyək ki, onlar da girov vəziyyətdə saxlayıbdır. Yəni Rusiyanla Paşinyan arasında əslində pərdə arxasında ciddi döyüş gedir. Telefon danışıqları bu məsələləri yumuşatmaqmı və yaxud da hansısa bir anlaşma gəlmək məqamı daşıya bilər. Rusiyanın Ermənistan başqa asılı da var. 20-ci il savaşından sonra Ermənistan 19-cu ildəkinə baxmış 4,5% bunun iqtisadiyyatı çökmüşdü. Gəlirlər azalmışdı. Amma 22-ci ildən sonra bunun birdən-birə 17%-ə qədər artmağa başladı. Araşdırıblar ki, bu artım nəyin hesabınadır? Ermənistan yalnız müəyyən məhsulları alır və onu Rusiyaya satır. Qadağan olmuş, sanksiyalaşdırılmış məhsulları satmaqla məşğuldur. Bu Rusiya sərf eləyir. Əsasda bunlar nələrdən ibarətdir? Elektron başlıqlardır, ciplərdir, radiotexniki avadanlıqlardır, hərbi sənədə istifadə olunan məsələlərdir və s. Rusiya bunun Ermənistan üzərindən gəlməyində də maraqlı. Ona görə bəzi məsələləri anlaşmaq istəyirlər, amma mənə elə gəlir ki, Ermənistan Avropa inteqrasiya məsələsindən geri çəkilməyəcəkdir. Mən də razılaşıram ki, indi Abdal müəllim də dedi, ikinci bazanın açılmasına bütün mənalarda maneçilik törətməyə çalışacaqdır, razılıq verməyəcəkdir, onlar gümrükdən belə çıxarmaq istəyirlər. Və Rusiyanın bu cəhdlərlə də ibarətdir. Zıvatboşdan çıxdılar bunlar. Sərhədlərdən müəyyən qədər çıxdılar. O pis vaxtlarında buraxılış məntəqəsini verdi, ancaq qalanını saxladı. Qalanı saxladı. Bunlar qayıtmaq istəyirlər həmin məqama. Və indiyə qədər 20-ci ildə müqavilə bağlanıbdır. 5 ildir Rusiya bu nədir bu Zəngəzur dəhlizinin açılmasına bağlı cəhdlər göstərdi. Nə oldu indi birdən-birə sənin yadına 9-cu bənd düşdü. Artıq Azərbaycan və Ermənistan arasında bununla bağlı xüsusi məncə razılaşmalar bir sona çatmaq üzrədir. Anlaşmalar var. İndi elan olunmasa belə, çünki yumuşaq mənada. Yəni deyirsiniz ki, Rusiyanı buradan sıradan çıxarmaq mümkün olacaq? Rusiyasız bir məsələyə baxmaq düşüncəsi vardı burada, mən hesab edirəm. Ermənistan Rusiyanın burada onlar biz buna keçid deyirlər və yaxud da yol deyirlər, nəqliyyat yolu deyirlər. Biz dəhliz deyirik və doğru deyirik. Biz çünki ölkəmizin 2 hissəsini 29-cu ildə ayırmaq üçün ərazimizi qeyri-qanuni veriblər buradan. Biz də keçmək üçün normal. Onlar Rusiyanın burada olmağını istəmirlər. Bəncə istəmirlər. Amma
Fərəc bəyin sözünə qüvvət. Yəni mən buradan belə başa düşdüm ki, Rusiyanın Zəngəzur dəhlizinin açılmasında maraqlıdır, amma Paşinyan olmadığı təqdirdə, çünki onu sıradan çıxarıb istədikləri adam üzərindən hakimiyyətə gəlib də məhz Zəngəzur dəhlizini açmağa razılıq verə bilərlər. Ancaq Zəngəzur dəhlizi ilə bağlı bir məsələ də var. Türkiyə məqamı. Bugün də Türkiyənin Nəqliyyat Nazirliyinin bir açıqlaması oldu ki, Zəngəzur dəhlizi açıla bilər deyə və bu dəstək lazımdır buna, ortaq dəstək və orta dəhlizə bir dəstəkdir daha doğrusu. Və bunun ardınca da erməni mediası bir yazı yazdı ki, artıq Azərbaycanla Ermənistan arasında, elə az öncə Fərəc bəyin də sözünə qüvvət, bir razılaşma olub artıq. Və nəyə görə bu nəticəyə gətirirlər ki, Rəcəb Tayyip Ərdoğan fikir ifadə eləmişdi. Hansı ki, Laçında keçirilən tədbirdən daha sonra ki, Zəngəzur dəhlizi ilə bağlı məqamda yeganə maneəçilik, yəni maneə törədən ölkə məhz İran və biz İrandan dəstək gözləyirik bu məqamda. Yəni avtomatik olaraq erməni mediası belə bir nəticəyə gəlir ki, deməli burada narazı olan heç bir tərəf yoxdur, sadəcə İrandır. Yəni Ermənistan da artıq razılıq verib bu məsələdə, Azərbaycan onsuz da razıdır. Deməli burada artıq Rusiyanın da mı ya razılığa gətiriblər, yoxsa elə Fərəc bəyin dediyi kimi Rusiyanı sıradan da mı çıxarıblar, İran mı qalıb sadəcə bizim qarşımızda bir maneə kimi? Siz necə dəyərləndirirsiniz bunu? Türkiyə prezidentinin o bəyanatını Ermənistanda belə yozdular ki, artıq Rusiya, Türkiyə razılığa gəlib. Maneə İrandır. İndi burada əsas iki maneə var. Birincisi İranla bağlı maneə. İran Rusların dəhlizə deməli nəzarət etməsini istəmir. Və iddia budur ki, əgər bu Rusların nəzarətində olsa, güya Ermənistanla İranın əlaqəsi kəsilir. Nə cür kəsilir? Sərhəddə Ruslar durublar. Kəsilib əlaqə. Əsas narazılıq bununla bağlıdır ki, burada hələ ki güzəştə getmək istəmir. Ermənistanla bağlı problem. Arada bunlar deyirlər o dəhliz məntiqi. Çox maraqlı insanlar da həqiqətən də. Dəhliz sözündən qorxurlar. Halbuki dünyada dəhlizlərin rejimi deyilən bir anlayış yoxdur. Hər dəhlizin öz statusu var, onu da tərəflər müəyyən edir. Misal üçün Araz dəhlizi var, bilirik də biz. Heç İran qorxmur o sözdən. Ki, niyə Araz dəhlizi deyilsin, Araz yolu deyil. Söhbət başqa şeydədir. 10 noyabr sənədində açıq şəkildə yazılıb. Maneəsiz hərəkət təmin olunmalıdır. Maneəsiz hərəkət Ermənistanın saxlamaq, yoxlamaq hüququnun olmadığını göstərir. 97-ci ildə bizə Minsk qrupunun o dövrdə təklifləri olmuşdu. Orada nəzərdə tutulmuşdu ki, Laçın dəhlizi də eksterritorial olmalıdır. Dövlətə tabi olmamalıdır. Naxçıvandan gələn dəhlizdə eyni statusda olmalıdırlar. Və bu eksterritoriallığın anlayışını açmışdı. Azad və maneəsiz hərəkət. Ondan sonra 98-ci ildəki təklifdə artıq başa düşdülər ki, azad və maneəsiz ilə eyni şey deməkdir. Yalnız maneəsiz sözünü saxladılar. Yəni eksterritoriallıq əslində qalsa maneəsiz hərəkət deməkdir. Və 10 noyabr sənədində də açıq şəkildə yazılıb. Naxçıvandan Azərbaycanın əsas hissəsinə maneəsiz hərəkət təmin olunmalıdır. Heç bir yoxlama olmamalıdır. Ermənistan bunu hələ eləmək istəmir. İranla bağlı problem daha çox Rusların problemidir. Deyir ki, Ermənistan özü nəzarət eləsin yola. Yol, dəhliz fərqi yoxdur. Ancaq niyə İran bu qədər təkid eləyir? Rusiya ilə bir tərəfdən qardaşdır, çox yaxın münasibətləri var. Tərəfdaşlıq haqqında sənəd imzaladılar, çox maraqlı da sənəddir. Bu arada elə Hindistandan da yazı çıxdı elə bununla bağlı ki, belə daha çox alovlandıracaq hansı ki, həm İranı, həm də ki, Ermənistanı ki, bəs Ermənistan sən cənuba olan xəttini, əlaqəni itirəcəksən. İran, sən də Ermənistanla olan quru xəttini, quru yolunu itirəcəksən. Yəni, təhrik eləyir bir növ ki, sizin itirəcəyiniz bunlar olacaq. Həqiqətən itirəcəkmi ki? Yəni, elə bir ehtimal varmı ki, Fərəc bəy? Baxın, İranın bütün məsələlərdə bir dənə prioriteti var. Nə olursa olsun, Azərbaycana xeyir olmaz. Yəni, hətta öz iqtisadiyyatına belə zərər olsun. Siyasi mənada Azərbaycan dividend götürməsi çox ehtiyatlanır. Xüsusən Güney Azərbaycan amilinə görə çox ehtiyatlanır. Və maraqlıdır ki, onlar Türk dünyası arasında əlaqələr birbaşa olması. 29-cu ildə ki, mehri veriləndən sonra Azərbaycanın kürəyinə xəncər sancıldı. Bu bir dəfəli Türk zolağı kəsildi, qırıldı, fiziki mənada qırıldı. İndi bunun bərpa olunması kimi anlayırlar bu məsələni, bu bir. İkinci bir tərəfdən çalışırlar ki, ümumiyyətlə Türkiyənin Orta Asiya dövlətləri arasında Azərbaycan üzərindən əlaqələr
qalsın. Məsələn, PKK özünü buraxıbdı, hər yerdə bu elan edirlər. PKK-nın buraxılmasına İran imkan vermir və PKK üçün Urmiyada başqa ərazilərdə şərait yaratmağa başlayıbdı. Onun da ultimatumunu Hakan Fidan tərəfindən bir verildi o məsələlə bağlı olaraq. Yəni həm Türkiyə, həm də Azərbaycanda eyni formada baskı edirlər. Eyni işi də cənubda görürlər. Məsələn, Bəndər Abbasda bir partlayış oldu limanda, bilirsiniz. Bəndər Abbas limanını Çin götürmüşdü icarəyə. Çinin bir dənə layihəsi var idi. Çin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran və oradan dənizlə Avropaya çıxış yolu. İran Bəndər Abbas üzərindən də yolun açılması da daha çox maraqlıdır. Nəinki bu Araz dəhlizi və yaxud da Zəngəzur dəhlizi məsələsidir. Zəngəzur və Araz dəhlizi, indi hatta mənim adım belə bunların ifadəsini işlətdi. Qalanda isə onlar iqtisadi cəhətdən Zəngəzur dəhlizindən Araz dəhlizinin işlənməsinə çox maraqlıdır ki, mallar buradan axınlar olsun, vəsaiti bunlar qazansınlar. İran bizə Naxçıvanda qaz verirdilər. Biz verirdik qazı buradan İrana, onlar da biz oradan qaz verirdik. Onun belə bizə faizlə bizdən pul alırdılar. İndi o məsələ bitdi, artıq Türkiyədən biz Naxçıvan qaz almaq başlayıb. Yəni, bütün məsələlərdə bəzən iqtisadi dividendləri kənara qoyub xərcləyib, siyasi dividendlər qazanmaqda maraqlıdır. Və görürsünüz, bax, gör nə deyir bu? O Xarici İşlər Nazirinin müavini. Zəngəzur dəhlizi əgər Ermənistanın suveren hüquqlarına zərbə olarsa və bölgədə başqa iqtisadi, sosial və yaxud da nə bilim strateji nələr olarsa, biz bunda bu məsələlərdə ciddi şəkildə etiraz edəcəyik. Özündən çox Ermənistanın ərazisi suverenlik məsələsi güya ki ortaya qoyur. Bir vaxtda qırmızı xətt kimi qoyurdu. Məqsəd nədir? Bunun arxasında gizlənib bu yola mane olmaq, Türk dünyasının inteqrasiyasına mane olmaq, TDT-nin gəlişməsinə mane olmaq. Cənab Erdoğan da başqa Türk dövlətləri rəhbərlərdə Macaristanda da o 71 deyəsən bənddən ibarət bir bəyannamə qəbul olundu. O məsələləri İranı çox ciddi şəkildə qıcıqlandırır və belə məsələlərdə çalışırlar ki, Rusiya, İran bir məsələdə eyni cür davransınlar. Mən hesab eləmirəm ki, İranın verdiyi bəyanat, Xarici İşlər Nazirinin müavini verdiyi bəyanat Rusiyanın razılaşmadan verilən bəyanat olsun. Bilmənə şəkildə ortaq davranırlar bunlar. Həm burada fikir bildirirlər, ortaq konsulluq məsələsi ilə bağlı İran konsulluğu var. Bunlar da kontrollar aşmaq istəyirlər. Bunlar da Ermənistanın güya suveren hüquqlarını müdafiə eləmək istəyirlər və biz sizi qoruyarıq. Lavrovun və Zaxarovanın 2 dənə bəyanatları oldu. Əgər bu danışıqlar inkişaf edərsə, biz bütün vasitələrlə sülhə çatma yollarında dəstək verə bilərik. Sən nə dəstək verə bilərsən sülhə çatmaqla bağlı olaraq? 5 ildir gözləyirsən, 9-cu bəndi indi sənə lazım olanda araya gətirsin. Və yaxud da hər dəfə Putin də başqa görevlilərinizdə Ermənistan boyuna minnət qoyur. Biz sizə Azərbaycan Qarabağ hissəsində verirdik, 2 əlavə rayon verirdik, siz getdiniz Azərbaycan ərazi bütövlüyünü tanıdınız. Niyə tanıdınız? Minnət qoydular boyunlarına. Ona görə mən hesab edirəm ki, bu məsələdə İran özünün nə qədər iqtisadi zərərlər yeməsinə baxmayaraq, siyasi zərər yeməməsi üçün bu məsələdə mane olacaqdır, əlindən gələn qədər. Amma alınacaq, alınmayacaq başqa məsələdə. Mən hesab edirəm ki, Türkiyə də ortaya mövqe qoyandan sonra, Avropa İttifaqı da mövqe qoyandan sonra məsələlərə, xüsusən Azərbaycan və Ermənistan danışıqları ki, pozitiv şəkildə inkişaf edir, burada İranın mane olmaq imkanları məhdudlaşacaq. Getdikcə azalır. Ümid edirik ki, elə son müsbət nəticə ilə də yekunlaşar. Regiondan danışmışkən, elə Rusiyadan da danışmışkən bir məsələ var. Əlbəttə ki, məlumatdasınız, Kremlin beyni adlandırılan Aleksandr Dugin deyə bir şəxs var və onun bir açıqlaması var. Daha doğrusu bir proqnozu deyə biləcəyimiz regionla bağlı. Rusiyanın özünün hazırda o yeritdiyi siyasətlə, sadəcə Ukrayna ilə bağlı deyil. Bir ifadə işlədi. Belə o ifadəni də istəyirəm səsləndirim, ardınca da danışaq. Keçmiş Sovet Respublikalarının inteqrasiyası Rusiyanın Ukraynadakı hərbi kampaniyasının nəticələrindən asılıdır. Yəni, açıq şəkildə demək istəyir ki, postsovet ölkələrini onların müstəqilliyini hədəliyib deyə. Yəni, biz bundan sonra Azərbaycan bu kimi açıqlamalardan narahat olub da bunu ümumiyyətcə bu cür mövqeləri ciddiyə almalıyıqmı Dugin kimi şəxslərin mövqesini? Əslən qalsa Dugin niyə Kremlin beyni deyirlər, mən bilmirəm. Çünki belə bir mif yaranıb ki, güya Dugin çox nüfuzlu bir adamdır. Az qala hər gün Putinlə görüşür, ancaq ekspertlərin əksəriyyəti deyirlər. Yəni onun təhlillərinə bəli, daha çox inanırlar araşdırmalarına və ya ancaq bir şey var ki, Putin özü açıq şəkildə deyir ki, bizim əsas missiyamız Rusiya torpaqlarını toplayıb möhkəmləndirməkdir. Və üstəlik NATO qarşısında ultimatum da qoymuşdu ki, mənim icazəm olmadan keçmiş Sovet Respublikalarının heç biri NATO'ya inteqrasiya oluna bilməz. Yəni,
bunlar mənim təsir zonamdır. Yəni Yalta 2-ni imzalamaq istəyirdi ki, bura qərb müdaxilə edə bilməz. İndi bunların istəyi aydındır. Və təbii ki, Ukrayna müəyyən qədər hələ mane olur. Və Ukrayna məsələsi də Trumpın seçilməsindən sonra deyək ki, Ukrayna üçün çox ağırlaşdı. Amerikanın yardımı olmadan Ukraynanın dayanmaq şansı yoxdur. Axırıncı telefon danışığında Zelenski Trumpdan xahiş edib ki, Ukrayna məsələsini Ukraynasız müzakirə eləmə. Sən niyə xahiş edirsən? Trump əgər bu məsələni həll eləyə bilməzsə, ixtiyar səndədirsə, niyə xahiş edirsən? İxtiyar ondadırsa və Rubio'nun dediyi kimi dövlət katibinin biz proksi müharibə aparmışıq. Müharibəni Amerika Birləşmiş Ştatları və Rusiya aparıb, Ukrayna alət olub deyir. İndi sən gərək alət olmayaydın ki, indi də xahiş edirsən ki, mənsiz danışıqlara getmə. Ehtimal ondan ibarətdir ki, bu il bu məsələ qutara bilər. Və təbiidir ki, Azərbaycandan da ciddi narazılıq var Rusiyanın, Ermənistanla çox ciddi problemləri var. Gürcüstan artıq yaxınlaşmaq xəttini seçib, ancaq o da hələ istədiyini ala bilməyib. Çünki ümid eləyirdi ki, siyasəti dəyişər, qərbdən biraz uzaqlaşar və itirilmiş ərazilərini geri qaytarar ki, Rusiya elə bir görünmür ki, elə bir istəyi var. Yəni, həqiqətən də bizi çox gərgin illər gözləyir qarşıda və biz bu təhlükələri nəzərə almalıyıq. Və mən hesab edirəm ki, artıq nəzərə də alırıq. Bir tərəfdən Türk dövlətlərinin ittifaqının möhkəmlənməsi, digər tərəfdən Çinlə imzalanan sənədlər, Çinlə yaxınlaşmağımız təbii ki, müstəqilliyimiz üçün çox ciddi təminatlardan biridir. Üstəlik ordumuzu möhkəmləndirməliyik və həmişə hazır olmalıyıq ki, bizim qonşuluğumuzda imperiya yaratmaq istəyən, ərazilərini biraz da böyütmək istəyən bir işğalçı dövlət var. Siz necə düşünürsünüz Mahda Fərəc bəy? Yəni bizim üçün təhlükə varmı? Region ölkələrindən digərləri üçün bilmirəm, olma ehtimalı nə qədərdir? Biz də onların içində ola bilərikmi? Bunlar artıq açıq mətnlə mövqelərini ifadə edirlər. Bugün Rusiya prizmasından yeni Avrasiyaçıdır. Yəni o modelləri Kremlə bu ötürür. O yeni Avrasiya modelində də bunlar, o Türk respublikaları falan hamısı bir yerdə Türk-Turan birliyindənsə Rusiyanın hegemonluğuna, dominantlığına bir birlik arzulayırlar və izah edirlər ki, Rusiyanın içərisində xeyli Türk etnoslarının muxtariyyətləri vardır. Biz də burada ola bilərik kimi bir ifadə var. Amma hər hansı formada imperiya ambisiyalarından yaşayırlar və bu bir müddət əvvəl onların maraqlı bir müzakirəsi oldu dırnaqarası parlamentlərində. Yeni imperiyaya, demək, Sovet imperiyasının dağılmasını qeyri-qanuni saydılar. İzah eləməyə çalışdılar ki, bu o vaxtları SSR-in dağılması qanuna zidd bir hərəkət olubdur. SSR dağılmış sayılmır və bu SSR dağılmış sayılmadığı üçün də Rusiyanın Ukraynada apardığı indiki müharibə daxil işdir. Yəni, bu qədər irəli gedibdilər. Bayaq siz də ifadə elədiniz kimi artıq Ukrayna məsələsindəki misal çəkirlər, postsovet məkanına da ultimatumlar verirlər. Bunlar artıq məlum olur ki, Ukraynaya əvvəl başladılar ki, buradakı Ruslar incidilir, onlar muxtariyyət istəyir falan, amma sonra gəldi. Denasifikasiya, demilitarizasiya məsələsi indi isə bizim tərkib hissəmiz kimi açıq şəkildə SSR-nin bərpası və bundan sonra başqalarına da əl atmağa çalışırlar. Bunlar bir vaxt Qazaxıstanda eləməyə çalışdılar, o məsələlər alınmadı. Yəni Çin və Türkiyənin xüsusi baskısından sonra Rusiya geri çəkildi. Həm də Ukraynadakı baş verən hadisələrdə biraz vəziyyəti onları belə yumşaltdı. Amma indi Ukraynada bunlar ki, belə başlayıblar, postsovet məkana da əlcə atırlarsa, məncə çox böyük yanlışa yol verdi. Yəni, dünya artıq tam şəkildə, güya ki, Trump bəzi şeyləri bilmirdi, güya ki, mən bunu belə hesab eləmirəm. Və artıq o da aydın şəkildə ifadə edir ki, deyəsən bunun ağlı qaçıb, Putin haqqında belə danışardı. Deyəsən ağlı qaçıb, hərəkətlərini fikir verə bilmir, koordinasiya ilə bilmir hərəkətlərini, bu nə hərəkətlər deyilir falan. Yəni artıq onlar dünyaya göstərdilər ki, biz yumuşaq yol tutduq. Sənin də ambisiyalarından bəziləri istədi ki, bu baxaq görən nədir. Amma sən çox şeylər istəməyə başlamışsan. Qafanda ikinci hərbi bazanı yaratmaqla bərabər dünənlər bir bəyanat verdilər ki, onlar artıq Abxaziyada, Qara dənizdə də bir hərbi baza, yeni bir baza, logistik imkanları malik olan hərbi dəniz bazası da yaratmaq artıq istəyirlər. Bununla da bərabər Baltikanı ölkələrə ultimatum verdilər və onlar dedilər ki, o ərazilərdə də NATO'nun hərbi təlimlə ki, keçir, biz laqeyd qala bilməyəcəyik və
biz bu ərazinin daxili görə çevrilməsi imkan verməyəcəyik. Belə ki, geniş şəkildə fikirlərini açıqladılar. Ondan sonra Almaniya, başqa dövlətlər açıq şəkildə silahlarımızı istənilən formada, istənilən yerə qədər istifadə eləyin deməyə başladılar. Gördülər ki, ambisiyalar ora gəlir ki, növbə postsovet məkanlarının da bir-bir onları zəbt eləmə imkanı yaranarsa, ondan sonra söhbət keçmişi Varşava paktında olan dövlətlərə gəlib çatacaqdır. Macaristana gəlib çatacaq, Polşaya çatacaq, Baltikan ölkələrə çatacaq və bir vaxt bir il əvvəl təxminən hələ Ukrayna məsələləri inkişaf elədiyi bir dövrdə Peterburqda nasistlər, Rus nasistlərlə söhbət gedir, millətçilər çıxıb Baltikanın dövlətlərlə bağlı ultimativlə verməyə başlamışlar. Moldovla bağlı ultimativ verməyə başlamışlar ki, bizim ərazilərimizdir. Ona görə mən hesab edirəm ki, Ukrayna savaşı ya Ukraynanın birmənalı şəkildə üstünlüyü ilə, qalibiyyəti ilə və bütün dünyanın dəstəyi ilə bitməlidir, ya da belə halda Rusiyanın istəyi ilə, tələbləri ilə bu məsələ bitəsi deyil. İndi qarşıdan da görüşlər gəlir. Heç bir şərt, onun qoyduğu şərt Ukraynanın kapitulyasiya haqqında imza qoymasına gətirib çıxara bilməz. İndi bəzən Zelenskini günahlandırırlar. Bunlar 2014-cü ildən Krımı işğal edibdilər. Savaş o vaxtdan başlayıb. Zelenski 2014-də prezident deyildi ki. Və sonraki dönəmdə də adamın ölkəsinə daxil olubdur. Müharibə burada gedir. Amma nəyə nail oldular? Üstündən neçə il keçibdir. Bunlar hələ Kurskdan Ukrayna ordusunu öz ərazisindən çıxartmağa bayram kimi qeyd edirlər. Əsgərlərin arasında 50 dənə dövlətin əsgərləri vardı. Kareyə neçə gətirib döyüşdürdülər. Yəni mən hesab edirəm ki, Ukrayna kifayət qədər oturmuş vəziyyətdədir. Almaniyadan, ümumiyyətlə Avropadan kifayət qədər yaxşı dəstək alır. Heç bir məhdudiyyət qoymadan Ağ Evdə dəstəyini verəcək senatorların son çıxışları, onların hazırladığı sənəd və sanksiyalardan bağlı, Trumpın son vaxtlar neftlə bağlı verdiyi ultimatum ki, neft uzlaşsa Rusiya bunda arxasında dayana bilməz. Buna qədər də Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində görüşlərində OPEC ölkələrlə münasibətləri yaxşılaşdırmaq, onların investisiya qoyuşu ilə bağlı işlər görmək də neftlə bağlı olan məsələlərdir. İrana müəyyən qədər güzəştə gedib, orada İrana vurmamaq məsələsi üstündə dayanacaq ki, İran çünki vurulsa neftin qiyməti balaşa biləcək. İran da Rusiyanı satacaq. Bütün bunlar Rusiyanın məğlubiyyəti üçün artıq hazırlıq görülür. Mən hesab edirəm ki, indi bu mənim subyektiv fikrimdir. İlin sonuna qədər xüsusən yay kampanyasında ki, biraz da Rusiya fəallaşacaq ki, içəriyə girsin, yerləri tutsun 15-20 kənd, şəhər falan. Amma sonuc olaraqdan Rusiyanın bu il bitmə ilidir. Bu il artıq bundan sonra yekunlaşacaq. Bundan sonra Amerika və Avropa dövlətləri və postsovet məkanında olan dövlətlər ki, onların da ittifaqlara müəyyən birliklərə daxildirlər. Onlar heç vaxt razı olmazlar ki, Rusiya belə açıq bir şəkildə ultimativ versin və sən bunu dirilt, gəlsin yenidən bir imperiya qursun. Mən buna inanmıram. Bu arada elə Fərəc bəy başlatdı bu söhbəti elə Rusiya-Ukrayna cəbhəsinə də istəyirəm keçək elə biraz da. Sabah üçün bir görüş gözlənilir. İyunun 2-sində növbəti İstanbul görüşü deyə. Əvvəlkindən fərqli olaraq burada Birləşmiş Ştatlar nümayəndələrinin göndərməyəcəyini dedi və fərqli olaraq da bu dəfə də Avropadan ölkələr, yəni Almaniya, Fransa və Böyük Britaniyadan nümayəndələr gələcək deyə. Ümumiyyətlə, görüşü necə dəyərləndirirsiniz? Birincidəkindən fərqli olaraq, indi birincidə ən azından bir əsir mübadiləsi oldu, biləm indiyə, yəni nəyəsə nail olundu kimi düşünülə bilər ən azından. İkinci görüş birincidən daha əlverişli olacağını düşünürsünüzmü? Nəzərə alsaq ki, burada artıq Birləşmiş Ştatlar nümayəndəsi yoxdur və Avropadan nümayəndələr var ki, Rusiyanın da heç də qəbul etmədiyi bir tərəflərdir. Birinci mən Fərəc bəyin dediyi bir-iki məsələyə istəyirəm münasibət bildirim. Zelenskinin nə günahı var dedi Fərəc bəy. Bir də Ukraynanın qalib gələcəyini, kaş qalib gəlsin, ancaq reallıqlar var. Fərəc bəy, son bir həftədə 200 kvadrat kilometr Ukrayna torpaq itirib və Sumiyaya yaxınlaşır artıq. Bu bir tərəfdən Dnipropetrovskaya yaxınlaşır. Ümumilikdə son 2024 və 2025-də artıq 6000 kvadrat kilometrə yaxın ərazi itirib. Yəni ki, Rusiya Avropa deyir köməkliyə, amma Amerika demək olar ki, dayandırıb. Ancaq real kömək yoxdur. Zelenski özü də etiraf elədi. 2022-ci ilin martın 27-sində dedi ki, müharibəni başlamamaq üçün Putin mənə dedi ki, neytrallıq şərtini götür. NATO-nun üzv olmaqdan imtina elə. Mən getmədim dedi, indi razıyam. Artıq müharibə başlamışdı. Yəni, sən onsuz da bilirsən ki, sən NATO-ya qəbul eləməyəcəklər. Yeganə bir şərt, 27 martda deyib. Və sən bunu qəbul eləmədin. Sonra İstanbul razılaşmasından çıxdı. İndi də tutduğu mövqe, prinsipial mövqedir. Ancaq
Rusiya axı gedir qabağa. Qərb də o qədər kömək eləmir. Amerikada çəkilmək üzrədir. Təsəvvür eləyin. 3 ildə Amerikanın yardımı 100 milyarddan artıqdır. Avropa bu 100 milyardı da verərmi? Özü bir şey vermir. Avropanın özünün verdiği təqribən 100 milyard, 123 milyarddır. 123 milyard yardım eləyib. Rusiyadan neft qaz alıb 240 milyard verir. Sən bir tərəfdən Rusiyaya 240 milyard verirsən ki, get hərbi sənaye kompleksini inkişaf elətdir. O bir tərəfdən də Ukrayna dersən ki, dayan. Nə cür dayansın? Yəni, Rusiya ağır-ağır da olsa irəli gedir və son həftədə 18 kənd işğal olunur. Yəni, proses gedir. Və burada Ukraynanın qələbə çalması hansı halda mümkün ola bilər? Amerika Birləşmiş Ştatları yardımları 2 dəfə artırsa. Çünki o 100 milyard imkan vermədi. 2023 və 2024'də Ukrayna bir adım da qabağa gedə bilmədi. Kursk'a girdi, oradan da çıxartdılar. Yəni, reallıq budur ki, Ukrayna gedə bilmir qabağa. Və Qərb də o lazım olan köməyi eləmir. İndi özünü anlatmaqla vəziyyət düzələn deyil, axı, yoxdur imkan. Bəs yaxşı, Rusiyada varmı? Rusiyanın da canlı qüvvəsi tükənir axı. Ancaq baxın, Rusiyanın canlı qüvvəsi hər halda Ukraynadan çoxdur. İndi elə Sumu vilayətinə hücumun məqsədi nədir? Digər ərazilərdən Ukrayna hərbi hissələri bura gətirsin ki, Donetskdə rahat irəliləyə bilsin. Yəni, say problemi Ukraynada daha çoxdur. Rusiya hardasa əhalisi 4 dəfə çoxdur. Amma Çindən, Koreyadan da adamlar götürür axı. Üstəlik o dövlətlərdən də real yardım alır. Baxın, Koreya gəldi, döyüşdü. İran nə qədər hərbi yardım elədi. Qərb bunu eləmir. Qərb yalnız bəyanatlar verir. İndi o Taurasla bağlı əvvəl dedi ki, verirəm, indi geri çəkildi, vermirdi. Başa saldılar ki, biz o zavodu vurarıq. Neyniyərik? Qorxaqdılar. Təhdidi. İndi sabahki görüşlə bağlı. Geri addım atmağa səbəb oldu. Memorandum təqdim eləməli idilər. Yəni, sülh müqaviləsinin əsas istiqamətləri nə cür ola bilər? Rusiya vermədi. Ukrayna təqdim eləyib. Rusiya vermədi. Niyə vermədi? Çünki bilir ki, yer versə Ukrayna danışığa gəlməyəcək. Ultimatumdur. Rusiyanın mövqeyi ultimatumdur. Sən NATO'ya üzv olmamalısan, işğal elədiyim torpaqlardan imtina eləməlisən, o mənimkidir. Üstəlik, yerdə qalan hissədən də çıxmalısan. Ən pis olan nədir? Trump bu iki məndən ikisini də qəbul edir. Deyir ki, NATO üzvlüyünə söhbət gedə bilməz və işğal olunmuş ərazilər də Rusiyandır. Ancaq hələ demir ki, yerdə qalanından Ukrayna çıxsın. Bizə qalıb ki, onu da desin. Ukrayna ordusunun demilitarizasiya məsələsi, Ukrayna ordusunun sayını birlikdə müəyyən eləməliyik, deyir. Həm texnika azalmalıdır, həm əskərlərin sayı azalmalıdır və Rus dilinə rəsmi dövlət statusu verilməlidir. Bunlardan heç birdən imtina eləməyib. İndi Zelenski razılaşsa, nə cür razılaşsın? Razılaşmasa Rusiya irəliləyir. Amerikanın kömək eləməyə fikri yoxdur. Amerikanın yardımı da həlledici yardımdır. Ukraynanın hərbi silahlarının 50-55%'ni özü verir. Ya istihsal edir, ya alır. 25%'ni Avropa verir, 20%'ni de Amerika. Ancaq o 25% Avrupa'nın verdiğinin 70% Amerika silahıdır. Yəni Amerika silah verməsə, Avropanın elə bir real köməyi yoxdur. Vəziyyət belədir. Ona görə Ukrayna nümayəndə heyəti çıxılmaz vəziyyətdədir. Əslən qalsa görürsünüz, bugünə qədər də iştirakını təsdiqləməyib. Ancaq hamı bilir ki, gedəcək. Niyə? Çünki komanda var, getməlisən. Getməlisən və dövlət katibi durub deyir ki, Ukrayna əslən qalsa bizim alətimiz idi, proksi müharibə gedir. İndi NATO'nun baş katibi deyib eyni şeyi. Daha doğrusu Kellogg da deyib. Müharibə deyir NATO ilə Rusiya arasında gedir, Ukrayna alət, oyuncaq. Sən gərək buna getməydin axı. Sənin əlində gözəl şans var idi. NATO üzvlükdən imtina elə, müharibə başlamasın. Ən azı bir 3-4 il vaxt qazan. Vaxt qazan ki, biraz silahlana biləsən, hazır olasan. Son günə qədər deyirdi ki, müharibə olmayacaq. Sən mənim iqtisadi maraqlarıma zərbə vurursan. Hər dəfə deyəndə ki, ayın 20'sində hücum eləyəcək Rusiya, deyirsən, qaçırdırsan investorları. Yəni, son günə qədər Zelenski ümid eləyirdi ki, Rusiya hücum eləməz. Ancaq hamı bilirdi ki, hücum eləyəcək. Şərəc bəy, sizin ümidiniz varmı iyunun 2-dəki görüşdən? Mən diqqətlə, səbirlə dinləyirəm ki, əvvəllərim sözüm kəsməyəcək. Bəli, bəli, buyurun. Mən Ukrayna nümayəndəsi deyiləm. Sadəcə olaraq... Yox, biz kimiz nəsinə qalsa onun tərəfindəyik. Proseslərdə qiymətləndirmə Abdülhamid müəllimlə mən də informasiyalara əsaslanıb. Birinci, son bir ildə Rusiyanın Ukrayna arası cəmi 0,6% ərazini tutubdur son bir ildə. Son günlər o.
deyilən 15 kənd falan, bu çox kiçik rəqəmlərdir mən hesab edirəm bu bir. İkinci, hansı itkilərin hesabında tutubdur. Hər gün mindən çox əsgər ölür. Əhalisi çoxdur, amma ən çox ikinci dəfə, sonuncu dəfə səfərbərlikdə kampak yığa bilmişdi əsgərlərini. Onunla belə o əsgərlərlə, o səfərbərlikdən sonra 1% ərazı tutdu, 1 il ərzində. 0,6%, 1% də yox. Amma Ukrayna 860 briqada formalaşdırdı. Hamısı NATO təlindən keçmiş briqadalardır. Artıq 1000 kilometr əraziyə vura biləcək raketlər istehsal elədi. PUAları kütləvi şəkildə istehsal edir. Artıq bütün məsələləri o İrandan alır Rusiya. İndi yeni biraz primitivlərini istehsala başlayıbdır. Siz də dediniz, Karpat altında ciddi silah sursatın demək ki, əksəriyyətin başladı istehsal eləməyə. Amerika silahını satmır. Amerika neyində? Trump'ın bir gelişi var idi. Trump gəldi, Amerika xalqına bir söz dedi. Ukrayna mənim boynumda yükdür, sizin boynunuzda yükdür. Amma görün mən nə edəcəm? Gəldi, onlardan qiymətli metallarla bağlı müqavilə bağladı. Buna ayrıca toxunarıq. Və Avropa dedi ki, siz təhlükəsizliyi özünüz təmin eləməlisiniz. Zəhmət çəkin, daxili məhsulun 5%-ni, 2%-ni vermirlər. 5%-ni qoy müdafiə. Başladılar qoymağa. İndi o 300 milyard ki, deyirlər Amerika silah satıbdır, daha doğrusu bağışlayıbdır. İndi bu nə edir? Avropa Amerikadan alıb verir Ukraynaya. Yəni artıq o silahı Amerika verir, amma pulla verir Avropa. Avropa verir onlara. Həm daxildə dividend qazanır. Deyir, mən artıq silah istehsalına. Özdə xeyli artırıbdır silah sənayesində istehsalı. O qədər artıb ki, hətta Qızıl Qübbə haqqında da düşüncələri vardı. Mən silah satışına biznesə şərait yaradıram. Ukrayna mənə yük deyil. Silah sursatda verilir. Makron bir dəfə bəyanat verdi ki, biz girib içəridə təlimatçılar sülh məramlı qüvvə kimi olacaq məsələ. Trump yox demədi. Dedi, yox, çox yaxşı ideyadır, amma biz iştirak eləməyəcəyik. Qüvvəsini qoymur ora. Əskərini qoymur ora. Pulunu qoymur. Amma elə bir şərait yaradıbdır ki, bütün məsələləri onlara elətdirir. Ümumiyyətlə, Trump'ın davranışı bundan ibarətdir. O, məsələn, Qəzzanla bağlı bir fikir deyirdi. Deyirdi, bura təmir olunacaq. Amma demirdi, pul mən verirəm. Deyirdi, Birləşmiş Əmir Əmirliklərindən, Ərəb Əmirliklərindən Səudi Ərəbistan pul verəcəkdi. Və bura yaxşı bir yerə çevriləcəkdi. Mən pul qoymuram, amma siz qoyacaqsınız. Bunun belə davranışları vardı. Rusiya Çindən, Çin o qədər dəstək vermir. Koreyadan əsgər gətirməni, 10 min bir gətirdi, sonra 10 min bir gətirdi. Hamısında meydan apardılar. İndi gətirdiklər, yığıqları o günləri sosial şəbəkələrdə baxıram. Nə bilim, Qanadan, Qvineyadan, oradan, buradan, ondan bir şey çıxmaz axı. Bunun elit qüvvələri demək olar ki, itibdir. Və söhbət o yerə gəlib çatıbdır ki, Kremdə para keçəndə belə Putin təhlükəsizlik təminatı istəyirdi Ukraynadan ki. Parada təhlükəsizlik təminatı verir. Zelenski deyir ki, mən niyə təhlükəsizlik təminatı verməliyim? Ölkə sandı ver də. Yəni, Kiyevi 3 günə tutmaq istəyən ölkə 3 ildən sonra Kurskdan öz ərazisindən Ukraynalıları çıxartmaq qələbə kimi qeyd edir. Putin də gedir orada onu bir belə yüksək səviyyədə qeyd edir ki, siz sağ olun ki, mənim ərazimə adam çıxartdınız. Mən ona görə Atam hesab edirəm ki, ciddi şəkildə Ukrayna bu məsələlərdə manevrlər eləyir. Tutaq ki, əraziləri vurulur, biraz çəkilir, ya orada göstərir ki, raketlərlə uşaqları vurdular falan. Bu görüşlər üçün məncə nail oldu. Avropanı da, dünyada, xüsusən Amerikanı da artıq göstərdi ki, baxın, mən danışıram, bu istəmir. Mən atəşkəs istəyirəm, bu istəmir. Mən atmıram, bu atır. Mən diyəcək halimi vurub göstərim ki, mən vurmuşam, mən vurmamışam. Mən hərbçiləri vururam. Və Almaniya ki, uzaq vuran raketlərdən dedi ki, verəcəm bunlara. Əladı kəsildi, Krem dedi ki, biz Berlin üçün, Almaniya üçün əks tədbirlər görə bilərik. Sonra gördü ki, onu da görə bilmir, sözün dalından qaçdı, dedi ki, onun hər hissələri, ehtiyat hissələrini Amerika verir. Amerika məsələlərdə Almaniyanın qabağını almalıdır. Onun hər bir ehtiyat hissələri ilə raket düzəldib bizi atacaqlar. Tarasla yəqin ki, nəzər. Bəli. Yəni, vəziyyət bu qədər Rusiya üçün gəlizdir. Həddən artıq gərgin bir vəziyyət yaşayırlar. Rusiyanın gücünü bilirik də, siz bu məsələləri indi sizə demək də artırsa, nə bu imperiyaçı, bir dənə telefon istehsal edə bilməyən, kompüter istehsal edə bilməyən bir dənə dövlət. Yox, bir də silahı bacarır. Bir dənə silahı bacarır, o nə silahı bacarır? Silahlarına baxdıqda nə vəziyyətdədir silahları və dərsini verirlər. Mən yenə deyirəm, mən Ukrayna azarkeşlikdən demirəm bunu. İkinci bir tərəfdə. Deriyə Zelenski belə lap sonra gəldi, əvvəl gəldi, onu qoyuram bir tərəfə. Ukrayna nüvə başlıqlarını verəndə o dövlətlər öhdəlik götürüblər üzərindən. Rusiyada, Amerikada, Fransada, İngiltərədə öhdəlik götürüblər ki, sənə hücum olmayacaq. İndi əslində heç Ukrayna tərpənmədən Rusiyanı bunlar vurmalıdır elə. İndi deyirlər, bu bizim savaşımız, biz NATO buna məsələyə baxır falan. Onun dalında həm də o durur. Sən bunun nüvə silahını almasaydın, Ukrayna, Rusiya hücum edə bilərdi. Özdə xeyli nüvə başlığı vardı orada. 1000-ə qədər nüvə başlığı verdi, o vaxt təhvil verdi. Krımı da işğal elədi o vaxtları. Və necə əsaslandırdı Putin? Putin deyir ki, kim hansı ərazi ilə SSR-ə daxil olubsa, onunla çıxa bilər.
O nəyə nəzər tutur? Krım 53-cü ildə veribdi Ukraynaya. Yaxşı, kim hansı ərazi ilə daxil olsa o çıxa bilərsə, sən mən Qarabağımı, sən mən Zəngəzurumu paypuş eləyirsən Ermənistana. Xeyr ola, mən imperiya daxil olanda, elətdiriləndə daha doğrusu 122 min kvadrat kilometr ərazim var idi. Doğru mu? Sən bəs niyə ermənilərə gəlib deyirsən ki, mən Qarabağı da sənə verirdim, Əlavə nə rayonu verirdim. Siz başladınız belə bəyanat verməyə. Tamamilə ikili standartlarla, tamamilə ədalətsiz bir yanaşmadır. Ona görə mən hesab edirəm Ukrayna haqlıdır öz yerində, hesab edirəm bu müzakirə mövzusu ola bilməz. Və indi həm də məncə güclüdür. Taktiki baxımdan geri çəkilmələr ola bilər. Bu gün Ukrayna simmetrik müharibə aparmır, doğru eləyir. Yəni qarşı-qarşıya gəlsin Sovet dönəmində 2-ci Dünya Savaşında kimi, tanklar qabaq-qabağa gəlsin, bir-biri vursun. Puanlardan istifadə edir, raketlərdən istifadə edir. Onun 50 min əsgərini döyüşdən ayırmaq üçün getdi, girdi Kursk. Ona Kursk lazım deyildi ki. Rusiya 50 min əsgərini orada çəkmək məcburiyyətdə qaldı. İndi Sumaya çəkirlər. Bataqlıq effekti var burada. Arkasını nə ilə dolduracaqdır? Rusiya Ukrayna ərazisinin 1/3-ni tutmaq üçün indiki ordusundan 3 dəfə çox ordu lazımdır. Bunu mən demirəm, mütəxəssislər hesablayırlar. Ki, girib saxlasın. İndiki ordunun Ukraynaya girərsə, Ukrayna heç bir ağır silahdan istifadə eləmədən partisanın hərəkatından bütün ordunu məhv edə bilər. Bunu mən demirəm, bunu mütəxəssislər deyirlər. Ona görə Ukrayna çox rahatdır, hazırdır. Bax, bu heyətlə ki, gedir, deyir sizə, onlar bəyan elədilər. Heyətdə dəyişiklik eləmirlər. Həmin heyətlə gedirlər İstanbul danışıqa. Qaldı NATO-ya daxil məsələsi. Hakan Fidan ev sahibi kimi bir ifadə işlətdi ki, Ukrayna NATO məsələsində hələlik mövqe qeyri-müəyyəndir. Yəni, demir ki, mən girməyəcəm ora. Bu gün girməyəcəm. Amma mənim hədəfim NATO-dur və artıq ciddi şəkildə NATO dövlətlərinin iki tərəfli müqavilələri var. Almaniya ilə var, İngiltərə ilə çox əsaslı bir müqaviləsi var, iki tərəfli müqaviləsi vardı və Amerika ilə də əslində yeraltı sərvətlərlə bağlı bir müqavilə imzalandı. Bizim təxminən neft müqavilələrimiz ki, əsli müqaviləsi var idi ki, Azərbaycanın bugünkü inkişafı üçün çox əhəmiyyətli bir o müqavilə idi ki, heç kim burada o investisiyalar üzərinə gələ bilmək, burada çevriliş eləmək falan məsələləri ondan sonra son qoymağa başladı. Rusiya bir iki cəhd eləməyinə baxmayaraq sonra 95-də, 94-də. O yeraltı sərvətlərin 30% Rusiyanın işğal elədiyi ərazidə yerləşir. Sabahları Amerikan şirkəti müqavilə bağlayıb. Deyəcək ki, mən burada başlayıram qazlı iş aparmağa. Çək ordu kənara. Rusiya Amerikan şirkətinə güllə ata bilər, çəkməyə bilər onu oradan. Deyəcək, investisiya qoyurum bura. Orada da nədir? Fond yaradılar 50-50 Ukraynanın. O vəsaitdə Ukraynanın inkişafına bağlıdır. Ona görə mən hesab edirəm həm masada, həm sahədə Ukrayna çox effektli işləyir, tək öz başına işləmir. NATO başqa dövlətlər çox ciddi şəkildə dəstək verirlər. NATO'nun baş katibinin ya başqasının proksi kimi Ukrayna haqqında danışmağı biraz da proksi yox. Amma bugün Ukrayna faktiki olaraq bəşəriyyətin sakitliyi üçün, sabitliyi üçün, dünya üçün döyüşür, Avropa üçün döyüşür. Bugünkü Ukraynanın əgər məğlubiyyət olarsa, belə bir xəyali bir proje qoyaq ortaya, o bütün postsovet məkanlarında müstəqilliyin sonu ola bilər. Mən bayaq dedim, Avropada Varşava müqaviləsində olanların da sonu ola bilər. Çox ciddi şəkildə dünyada kataklizmlər başlayar. Bu günləri Ermənistana dəstək vermək Ermənistan sevgidən əməl gələn bir şey deyil. Təxminə belə bir zəlzələ ifadəsi işlədim. Ermənistan tektonik siyasi zonadır. Burada bir şey baş verərsə, onun yaxın Qafqazla yaxın ərazilərə çox ciddi şəkildə təsir ola bilər. Orada belə Ermənistanda belə Rusiyanın nələrsə çatma məsələlərinə Qərb və Amerika qəti şəkildə mane olacaqdır. Çünki bugünkü yaranmış situasiyanı dəyişmək üçün orada ona tektonik siyasət lazım deyil, Ermənistanın dəyişməsi lazım deyil. Rusiya Ermənistanda belə dəyişikliyə nail ola bilməyəcəkdir. Səfiri də işləyir, başları dəyişdirir. Ağıl da başqa yerə getməsin. Nəinki Azərbaycanda, sən Ermənistanda bir şey elə bilməsən. Azərbaycan və Türkiyə tandemi Türk Dünya Dövlətlər Təşkilatının məhvərində olan bir dövlətlərdir. Bu artıq çox ciddi 71 bənddən ibarət də bəyanatı vardır. Bizim, sizin sualınızı mən yekunlaşdıram. Bizim bu imperiya ambisiyasını yaşayan dövlətlər heç bir qorxumuz yoxdur. Fərəc bəy, kifayət qədər demək olar. Məsələlər təhlil edir. Bəli, buyurun Abtal bəy. Deməli, Fərəc bəy, bir iki məsələni mən sizə deyim. Birincisi, o nüvə başlığı məsələsi. Ukraynada 1700 nüvə başlığı var idi. Ancaq Moskvadan idarə olunurdu. İndi Türkiyədə də Amerikanın nüvə silahı var. O Türkiyəndir. Yox. Onun Türkiyə bir xeyri var, yox. Ancaq təqribən ildə 20 milyard dollar xərc tələb olunurdu ona qulluq eləməyə. Ona görə də baxdı ki, ixtiyar Moskvada yük mənim üstümdə dedi ki, istəmirəm. Qazaxıstan da imtin elədi. Nüvə silahı hücumun qarşısını almır. İran İsraili vuranda düşünürmü ki, onun nüvə silahı var? Bugünkü reallıq göstərir ki, nüvə silahı da artıq müdafiə deyil.
Nüvə silahı İcazə olanda... verin, bununla razılaşmayın. Yox, indi Çox göz ciddi- qabağındadır İranın çox ciddi- İsraili vurmağında çox ciddi nüvə kampanya silahı... değil. Yox, İranın İsraili vurmağında Bugün İranı nüvə silahı amili bir kökündə rol nə oynayır. dayanır? O dayanır ki, nüvə silahını əldə eləməsin İran. İran Yox, şeydən İsrailin əldə nüvə eləsin. silahı var. İran niyə qorxmur onu vurmağa? Qoyusub da qorxmalıdır da. Vurdu mu? Əlbəttə ki, vurur. Nə vaxt vurdu? Dəfələrlə vurub. Vallahi bir şey eləmədi, elə bir xəbərdarlıq elədi, 5-10 dənə fişək yaptı, Yox, sonra bir şey yox. düşmədi. 300-ə yaxın raket Razılaşdırılmış bir məsələlər. İkinci məsələ. Bax, elə qalır tarixdə. Trump'ın özü açıq şəkildə deyir ki, Ukraynanın şansı yoxdur. Sən deyir özündən Deyirdi, indi Yox, dedi. indi deyir. Sən 20 dəfə deyir özündən güclü dövlətlə müharibə eləyirsən, bir gücünü sına, gücünü yoxla. Həmin o dediyiniz 1%, 6000 kvadrat kilometr eləyir. Trend var. Ukrayna irəliləyə bilmir. İrəliləmə şansı da yoxdur. Çünki o güc yoxdur. Həm insan resursları yoxdur o da qədər. Həm o qədər silah yoxdur. Rusiya tək başına 155 millimetrlik o raketləri Amerikadan, Avropanın ikisinin bir yerdə istehsal elədiyindən çox istehsal edir. Həlledicidir. Artilleriyada üstünlüyü Rusiyada, xaricdən də dəstək alır. Ukraynanın irəli getmək şansı qəti yoxdur. Təki bu durduğu yerdə dura bilsin. Rusiyanın hədəfi bütün Ukraynanı tutmaq deyil. 135 min kvadrat kilometr hədəf qoyub. Konstitusiyasında yazıb ki, Kırım və 4 vilayət mənimkidir. Bu da 135 min kvadrat kilometr eləyir. Harcı 125 mini tutub var. Yazmaqla deyil axı. Artıq 125 minini tutub. 125 min. Halbuki üzr istəyirəm. Halbuki müharibə başlayanda ki Makron gəlmişdi və təklif elədi ki neytrallığı qəbul elə, onda cəmi Kırım tutulmuşdu 27 min kvadrat kilometr. Rusiya deyirdi ki mən çıxıram Donetskdən və Luganskdan. Bircə şərtdən ki status ver. Ukrayna tərkibində status ver. Müharibə ərəfəsində vəziyyət buydu. Zelenski buna əvvəl razılaşdı. Sonra da imtina elədi. İstanbul razılaşmasında da əvvəl parafladılar. Layihəni Zelenski təqdim elədi. Sonra yenə imtina elədi. Və ondan sonra nə baş verir? İtirə-itirə gedir. Və əgər Amerika Birləşmiş Ştatları əvvəlki qədər yox, əvvəlkindən 2 dəfə artıq yardım eləməsə, Ukraynanın irəli getmək şansı yoxdur. Hamımız istəyərik bunu. Çünki bizim dövlətin müstəqilliyi də bundan asıldır ki, Ukrayna qalib gəlsin. Ancaq müəyyən reallıqlar da var ki, bunu inkar eləmək qeyri-mümkün. Üstəlik, Trump Zelenskiyə nifrət eləyir. Nifrət eləyir. Və satmır. Hansı silah satır Amerika? Satmır. Amerika Avropaya silah satmır Ukrayna vermək üçün. Hələ silahları Avropa əlindən yenidən onunla verir. Heç bir silahın qarşısı alınmır. Hətta bir ara dedilər ki, pek əlaqələrin kəsəcəyi... Patriot verib mi? Verir. Bu dəqiqə Ukrayna ən vacib olan Patriotlardı. Hava hücumundan bir dənəsini verdi mi? Aldılar. Ukrayna'nın özü dedi ki 15 milyar dolar verirəm, mənə 10 dənə Patriot ver. Vermir. Bu məsələlər kaskayla başladı, bronzjetdən başladı. Artıq başa düşürəm, ancaq getmir irəli gedə bilmirsə. Hər arada zaman göstərəcək. İnşallah. Arzumuz kimizin də arzumuz olur. Kifayət qədər imkanları, potensialı var ki, bu təzadüzləri yerində otursun və biz bunu arzulayırıq öz yerində. Kifayət qədər imkanları var. Bu indi taktik olaraq da 5 dənə 10 dənə kənd tutmaq məsələ deyil. 125 min kvadrat kilometr. Azərbaycanla Ermənistan ərazisi qədər təqribən. Təşəkkür edirəm. Minnətdaram. Təəssüf edirəm. Vaxtımız yekunlaşdı. Ona görə yekunlaşdırmaq məcburiyyətinə verilişimizdə. Minnətdaram hər birinizə bir daha. Hörmətli tamaşaçılar, bir daha xatırladım peşəkarlarımızı. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və siyasi şərhçi Abtalov Səmədov peşəkarlarımız idi. Bir neçə dəqiqə ərzində həm region, həm də qlobal səviyyədə Rusiya-Ukrayna cəbhəsində baş verənləri müzakirə etməyə çalışdıq. Hələ ki burada müzakirəmizi yekunlaşdıraq. Yeni xəbərlərlə, təhlillərlə qarşınızda olacaq. Görüşərik. Hələlik.